Ama ata çalışır ki ayaq üstə qalsın. Ayaq üstə qalsın ki, evladını yaşatsın. Çünki onun, atanın, həmin o şəhid balamızın əmanəti yoxdur. Onun əmanəti yoxdur ki, o atasının adını yaşatsın. Ona görə də ata yaşamalıdır ki, balasını yaşatsın. Elə səxa. Anası cavan rəhmətə gelib, şəhidimizin anası cavan rəhmətə gelib. Allah yerin cənnət eləsin. Anasını ondan əlavə sən ömür boyu Allah can sağlığı versin. Onun dəvəti ilə gəlmişik. Yəni o bu günləri bizi öz qardaşın yad elədi burada. Biz də bir vətənsevən olaraq, yəni həmişə bax bu cür vətən fədaillərinin yanında olmağı özümüzə borc bilirik. Bunu Gülbəniz ana mənlə telefonla danışdı. Dedi ki, bəs Şəhriyarın şəkli varsa, onu atarsan mənə, istəyirəm əliylə bir yerdə onun şəklini böyüdüm. Allah var olsun. Yəni vətən qəhrəmanı şəhidlərimizdir hər ikisi. Allah yerin cənnət eləsin, məkanı cənnət olsun. Gülbəniz ana, Allah sizə səbir versin. Bütün hamısı şəhidlərimiz bizim qəhrəmanlarımızdır. Onların yanında, yəni analarının əllərindən öpürük. Onların yanında biz həmişə borc bilirik ki, onların hər an yanlarında olaq. Yəni, bu da ürəyimizdən gəlir. Həqiqətən mən danışa bilmirəm. Evə baxırsan, görün necə evdən oğullar böyüyür, necə qeyrətli oğullar böyüyür. Mən evə girəndə, mən birinci evə baxdım. Dedim, ilahi, doğrudan da kasıbın balası qeyrətli olur. Kasıbın balası qeyrətli olur. Təsir elədi. Amma o qədər fədakar atadır. Çox fədakar atadır. O boyda dərddən bizə təsəlli verir. Biz analara təsəlli verir. Allah sənə can sağlığı versin. Şadılar xanım, mən yenə də üzr istəyirəm, sözünüzü kəsməyeyim. Yəni ki, odur ki, bizim Allah Şahın müəllimimizə də rəhmət eləsin. O da gözəl bizim ilahiyyatçımız idi. O deyirdi ki, o hər zaman deyirdi ki, həmin şəhidlər halal süt vermiş anaların, halal çörək yedizlən ataların balalarıdırlar. Onlar hamısı halal ailənin halal balalarıdır. Halal şəhidlərimiz. Allah yenə sənin şəhidlərimizə rəhmət eləsin. Vallahi Sura xanımın söz olmasın. Mən də sizin yanınıza heç deyə bilmərəm. Mən bir iki kəlmə istəyirəm. Onların haqqında şey deyim ki, bir daim vətənə millətə xidmətli şəhidlik, ən ali olan zata itaət şəhidlik. Xaliq buyurub şənlə Qur'anda bələhya, bu şən ilə aləmə ibrətli şəhidlik. Bir ən ali məqam 11 imam ilə bərabər, Peyğəmbər-i Səhrayada qismətli şəhidlik. Bir dünyada şəhadət tapana öldü deməzlər. Çünki ölümü öldürən hikmətli şəhidlik. Din ilə vətən qeyrətini çəkdi onlar, dərk elədilər üçün əbədiyyətli şəhidlik. Der sultanı əgər layiq ola qoy şəhid olsun, boş arzu deyil, cənnətə dəvət şəhidlik. Doğrudan da Quran kərimdə buyurur ki, şəhidləri öldü deməyin, onlar deyirlər. Hər bir şəhid 70 nəfər biz şəxsi insanları şəfaət edəcəkdir. Allaha ad verək izzət cəlalına, onlar bu dünyada İmam Hüseyin Aleyhisselamın zavvarı olsunlar, ahirətdə də onların elə zavvarları olsunlar. Allah bizlər də bu dünyada onların ziyarətindən, ahirətdə şəfaətindən ayrı salmasın. Elə hamısı başda baş əyirik. Allah ziyarətimizi qəbul eləsin. Allah